Allah bize her şeyi borç veriyor. Biz o borcu ahire çattırmalıyız. Allah'ımıza hemşe şükür okumalıyız. Biz Allah'ımıza borçluyuz. Ona göre de biz hemşe hayırxah olmalıyız, çörəkli olmalıyız. Ve yediğimiz çöreğin qədrini bilməliyik. Mən o çöreğin varlanır, nənəmizin pişirdiği o şal çöreğini silip, böyle kızdırıp yedi. İndi çörek varlanır, deyirəm bu çöreğin qədrini bilmeyen. Allah estağfurullah, Allah onun yanında günahkardır. Allah yanında günahkardır. Süfrəniz həmişə sizin açıq olur. İnsan o vaxt hörmətə minər ki, onun süfrəsi açıq olar, çörək verən olar. Allah heç bir bəndəsini çörəyinlə imtihana çəkməsin. Amin. Biz insanlar bu dünyaya gəlib yaşamağımızın mahiyyətini dərk edən andan hər kəs öz çörəyini fəyləsin. Çünki heç kimin çörəyi bacasından, başından tökülmür. Hər kəsin çörəyi daşdan çıxır. Çörəyin daşdan çıxmağı məncə də o qədər də qəbahətli bir iş deyil. O şərəfli peşədir, işdir. Çünki orada bir ərənlik var, igidlik var, qocaqlıq var. Eybi yox, qoy çörəyimiz daşdan çıxsın, amma çörəyimizin içindən daş çıxmasın. Çörəyin qiyməti ucuz, çəkisi yüngül ola bilər. Ancaq biz o çörək kəsirik, ha? O kəsdiyimiz çörəyin məsuliyyəti dəyirman daşından dağırdı. Bu Allah rəhmət eləsin Bəhman Fərman Kərimzadəyə o bir axırıcı aşırım kinosu var. Orada görürsünüz, orada bir fragmentdə görsədir. Gəlir Kərbalaya Qəmlo deyir ki, gəlib çıxıb da Baxsqulu bəylə bunu burada işini bitirim geçsin deyir, kəs səsini deyir, mən onunla çörək kəsmişəm. Haqqı salamım var. Yani kişilik dövrü var idi. Yani bugün de var elə adamlarımız var. Siz de o köhnə kişilerden birisiniz. Yani indi burada çok uzatmak istemiyorum. İndi birazdan o tərəfə keçəndə yaxşı şeirler diyeceğim. Onun hakkında. Allah sana can sağlığı versin, uzun ömür versin. Həmişə bax belə qalasınız, belə gümrah görünəsiniz. Elin obanın içindən bu şərəfli adınızı qoruya biləsiniz həmişə. Sənə can sağlığı, uzun ömür arzu edirəm. Səni həmişə belə firavan xoşbaxt görmək istəyirəm. Həmişə belə şirin dilli olasan, mehriban olasan. Məndən də bu qədər. Çox sağ ol, Allah razı olsun. Mənimlə çox tərifləyəcəksən. Bilmirəm, daxili bir şey çıxardacaq. Ne güzel. Bundan sonra Əgər vaxt olsa, mən saatlarla Allah rəhmət eləsin Zəlifay Yaquba. Mənə imkan versələr, mən bütün günü danışaram sizin haqqınızda. Gəlir, bundan sonra ayrı-ayrı gəlib bir danışarsın yəni. Amma kollektivlə gəl ha, kollektivlə gəl, tək gəl. Yox, mən Əflatun müəllim. Su içsinlər də. Ha, bu nədir? Öyle böyle çekiyorum. Öyle böyle. Sağ əzəmət, azaldıqca bizdə təğəddüzün ali ləzzəti var. Demə eniş yoxud çətin, gəz qoynunda bu təbiətin, at belində sözün, söhbətin daha ayrı ləzzəti var. Yaşa, yaşa. Bəhman gəzir bu yaşında, haray salır bu çağında. Doğma yurdun ocağında közün ayrı ləzzəti var. Közün ayrı ləzzəti var. Bir kere bunu Allah rəhmət eləsin şairimizə. Bunun arkasınca da bir nəfər danışacaq, sonra Sücayatın dediği şeiri diyeceğim ki ardıcılıqla geçsin də, sonra hamısı ardıcılıq bir gələcək, məclisimiz də şenlənəcək. İndi deyirəm Əflatun müəllim öz sözünü desin. Ondan sonra da sırayla hamıya bir söz verək, qoy hamı da ürək sözlərini bu süfrədə desinlər. Aynı Ərmən müəllim. Hər şey sizin sağlığınıza, hər yerdə sizin sağlığınız tərənnüm olacaq. Allah sizə can sağlığı versin. Bugün doğrudan da deyirəm, 2 aya yaxındır ki bizim aramızda müzakirə gedir. Ha deyirik ki sizin o görüşümüzə gələk, ziyarətimizə gələk. Nəhayət bugün qismət oldu. Demək bugün rəvaymış, bugün daha yaxşıymış bizim üçün. Ona görə də ən çox da cəmvaşarlıq edən bizim qardaşımız, baxmayaraq o
məndən yaşca azdır, balacadır. Ancaq mən onu özümə həmişə ağsaqqal hesab edirəm. Çünki o ağıllı həm var mı? Var idi, var. O vaxt var idi da, mən o vaxtdan danışıram. Onun arxasında bir çayxana var idi. O çayxanada həmişə ziyalılar, elm adamları, yazıcılar, şairlər yaşardı. Elə olur ki, bu bayram ərəfəsində Kəlbəcərdən olan belə gözəl, görkəmli şairlərdən Bəhmən Vətənoğlu, Şücaət, rəhmətlik. Bir də əslən Qarabağlı, olan Əlövsət Saldaş otururlar, çörək yeyirlər. Deyirlər, bayram günü gəlir 2-3 gündən sonra, bir 4-5 gün bizə deyir istirahət veriləcək. Gedək o köhnə, o tələbəlik vaxtlarımızı yadımıza salaq, o dağların boynunda biraz dincələk, bu Əlövsətdə qonaq aparaq. Nəysə, bunlar gedirlər rayona, Kəlbəcərə. O vaxt Mərkəz Komitəsinin katibi də rayon üzrə katib idilər, idarə edirdilər rayonu, raykom katibi. Və bu eşidir ki, şairlər gəlib, onları dəvət edir və müavinlər tapşırır ki, rayonda üzdə olan adamlardan bir 15-20 nəfər, bir 3-4 dənə də ağsaqqal, bilavasitə 1-2 dənə aşıq çağırın, dəvət elə gəlsin, şairləri qonaq çağırmışam. O vaxtda onların özlərinə məxsus dincəlmək üçün, qonaq qəbul eləmək üçün yerlər. Kimə haradasa dəyəcəm də, kimə ziyalıya dəyəcəm, yerində dəyəcəm, qanana dəyəcəm, də qanana gələk dəyəcəm. Belə, indi o adama səndən haqq etmirmi bir təşəkkür edə, bir gülümsəyə, bir sevinirəsən. Bu öz yerində, amma bugün də bu məclisdə həm alicənablığı, həm əvvəlki məclislərdən daha fərqli. Yəni, burada nəsə ürəyin çox açıldı, doğru deyil. Fərqli, biraz da şeirlər də bəzən deyir, özümüz də özünə deyirik da, elə şeirlər olur ki, deyirəm ki, qardaşım, sən o şeiri heç orada deməsən, yaşırır. Amma nə tərs seçdə, sərraf dəqiqliyinə, ürəyim oxşayan, sənin elə gözün ondu idi, görürəm. Fərəhləndin, qəlbini açdı. Tamada kimi Dodiba sənin sağlığına içirəm, kontroldur toz. Hər zaman yerdə qalan ömrüm, həmişə tezliyin üst-üstə düşən adamlarla olasan, oradan enerji alasan, bəhrələnəsən. Biz də Allah deyilik, insanıq. Hamımızın qüsurumuz var. Az əvvəl dedim. Bağışlaya daha da böyük olursan. Bizim qüsurlarımız varsa Allah'ın birinci yanında. Özümüz hər zaman dua edirik ki, Allah qüsurumuzdan keç. Dualarda nə deyirsən, elə bağışlanmaq istəyirsən da. Çünki biz mükəmməl deyil yaxı. Biz insanlıq belə yoğrulduq, belə doğrulduq. Elə cənnətdən almayı yetişləməsə heç qoymazdılar da bizi. Nəfsindən bir şey. Ona görə sağlığın olsun qardaşım. Sənə Allah ilə belə nə qədər məclislərdə, nə qədər ürəyin istəyən insanlarla, birinci, arzu olunan yerdə ol. İkinci, seçilmiş adamlarla demək, fikir mübadiləsi edir. Üçüncü, hər zaman bax, belə nurlu, belə bəhrəli, həyatının arxasında zəhmətlə iz qoymuş. Bir ətrafında yeznəsi, oğlu, qızı, nəvəsi, nəticəsi və xanım, xatın, Kazvan kimi bir analar anası. Avarlı İsmetli. Bir çay analar anası. Aferin, çok sağ olun, çok sağ olun. Ağlın istədiyin ürək istəmir. Onda da ağıl istəyir, ürək rədd edirsə, baxırsan ki, insan depresiya durumu kimi bir şey yaranır. Çünki istəklər gəlmir. İnsan mələk misal, o tezliklər üst-üstə baxışır ki, həm ağıl istəyən olur, həm də ürək istəyən olur. Ona görə bəzən mən yaxın ailə söhbəti olanda deyirəm, hər zaman nədən peşman olursan? Deyir, yazıq, ürəyim gəldi da, ürəyim yazıq. Bağırsan ki, ağlın rədd etdiyi, ürək mərhəmət edirsə, problem yaşayırsan. Ürək nə qədər yazığım gəldi, ürəyim belə pis oldu, falan oldu, amma ağlım deyir ki,
Adamı tanıyorsan axı sən. O adama yetərli qədər saat travma yaşadı. Ürəyim istədi nə deməkdir? Və sən ağıl insanın direktorunda, ağıl insanın yol göstərərində sən ağılı necə kənar edə bilərsən? Ağılın dediyinə qulaq asmayan vücud hər zaman ziyan çəkir. İndi gəlirəm ümumi süfrənin tərənnümündə. Ağılla, kamalla, insaniyyət deyiləm. Adamın ruhun tezliyi, ona dəyər verəndə bir şeyinlə. İnan ki, bəzən insan robot deyil, kompüter deyil əzbərləyən. İnsan canlı varlıqdır, duyğusallarıq. Hamımız bir-birimizin üzünə varıq, görən nə dedim, necə başa düşdü belə. Bu şeyh də deyil, meh də deyil. Hər kəs bu dəqiqən alınqan bir devrindədir. Kövrək bir keçid yaşayırıq hamımız. Evdə də ikinci dəfə mən çay deyəndə gecikəndə istəmirəm deyirəm artıq. Küsürəm. Və yuxarıda bir fikir deyildi da indi hər şeyə hər anda demək olmur, amma hər sözə bir əlavəmiz təbii yaşayırıq var. Dedilər nə qədər ömür lazımdır yaşamağa insana? İnsanı həqiqətdə başqasına yük olmayana qədər yaşamaq lazımdır. Ne güzel. En güzel Budur, bax, söz, en daha güzel Allah şey. heç kəsə yük eləməsin. Həyat yoldaşından belə sıxılıb ikinci dəfə çay istəməyəsən. Nəinki Var olasın. və s. Və bunları deyərək buna gətirirəm ki, biz elə varlarıq ki, bir-birimizlə tezliyin gərək ruhumu oxşayan. Adam şeir əzbərləyib, burnun altında adamlar bir dənə toz kontrol olsun. Bir də süs. Çünki məclisdə baxdıq yuxarıda biraz rəsmi hissəsində Həmid müəllim bütün imkanı bizlərə tanıdı. Dedi ki, siz ürəyinizi belə deyim, boşaldın. Həm də deyəcək sözlərim az deyil. Və belə də maşallah bulaq kimi çeşmə tək öz aramızdır. Bu günün özündə bu qədər şeiri yaddan sağlamaq. Sizə bir səmimi fikir deyim. Onun işi peşəsi qutarıb şeir əzbərləyir. Demək ki, artıq onun bir dəfə özünə də dedim, yaxşı mənada özündə nəticə çıxarsın. Ruhun, Səhət müəllim bir dəqiqə, ruhun tezliyi var, tezliyi. İnsan həqiqətən o tezliyi uyğun olan adamın yanında çox rahat danışır, özü də özünü yenidən tapır. Deyir, bu böyük bir potensial çıxır bizə. Adama aşıqlara da belə çalanda edəndə, hörmətlə, ay nə gözəl filan deyəndə aşıq belə bir Ruhlanır. çiçək deyir elə bilir. İnsan da belədir. İnsan elə bir sosial varlıqdır ki, bax, emosional olaraq dərhal gül kimi solur bir dənə boz sifətli, tərs münasibət olur. Buna mən adını qoymuşam, ruhun tezliyi var. Bizim bədənimiz bir ruhun qonaq qaldığı bir yerdir. Ruh vaxtında uçub gedəcək olsa. Bədən onu, bax, bizdə elə bir durum yaranır ki, bəzən ruhla ağıl mübahisə edir. Ürəyimiz istəyəni ağlımız rədd edir. Deyirsən, filan kəs də burada olsun. Ağıl deyir, olacaq, amma arıyı qatacaq. Yaxşısı çağırma onu. Amma ürəyin istəyir də, yaxındır, qohumdur, canciyərdir. Ağıl yenə deyir ki, o bir deyil, iki deyil, üç deyil. Həmişə özü bir can yoldaşı, can yoldaşı. Bax, sizin hər ikinizin də bugün bizə keçmişi yaşatmanızın, belə üzünüzün gülər olması, sağlığınızın ürək açan yerində olması, indi həyat elə də Allah verən ömrü Allah. Allah da ən gözəlini biləndir, qurban olduğum ki. Belə sizi bir yerdə biz tərənnüm edirik və bir yerdə görürük. Buna görə Tükəzvan bilimi, onun da varlığı, valla siz elə həqiqi can yoldaşısınız, can. Can yoldaşı elə sizi gətirdi, bu zirviyə çıxartdı. Və biz bunu ayrıca sağlıq, hər şey sağlıqla deyilmir. Ona görə hər şeyə bir belə qüvvət vermək, sözə dəstək olmaq. Sözün də söz var, hikmətdir, söz var, məlhəmdir, söz var, müalicə edir insanı. Ona görə də hər papaq qoyana şi desəm mən, şilər inciyər səxavətimdən. Elə qadınlar da yetirib vətən. Valla
onlar inciyər kişi deməsən. Ona görə bax elə sizlə bərabər həyat yoldaşınızı da ayrıca qeyd edirik. Çox Bizim sağ olun. Kazan düyünü. Əvladım mənim, Çox çox sağ sağ olun. olun. Başka şey. Allah onların hər ikisinə də bir yerdə ömür versin. Bax, Ya, bax, sevgi meselesi. bax gör Çingizin bir balaca məclisi maşallah. Bax gör nə gözəl həm tənzimli. O arxa iceberg kimi görünmür amma hər şeylər var. Biz nə Təşəkkür. qədər bu yaxşı evlad, qız evladı, oğlan evladı, bu dəxli yoxdur. Evlad zürriyyətdir. Yaxşı zürriyyət olmalıdır. Və ona görə qızdır o bəğlər deyir 9-dur, qurban kəsdi belə. Elə Səməd Vurğunun bəstə poeması. Anan səni doğanda adına bəsti dedi. Allah əllərimi oğuldan kəsdi dedi. Belədir bizdə qayda qız doğandan alan. Ahıb qara geyinər su üstündə sona. İndi bəsti də, yəni bəsdir da, bəsdir. İndi amma elə qızlarımız var, bugün elə ata üçün həqiqətən qapıyı açan qızdır. Oğul bəzən bağır ataniyə deyər ki, ay ata, mən deyir də belə. Bu qapının dalındadır amma qız demədən də gələndə deyir, nə danırsan? Qadının övdə hökmü o qədərdir ki, kişinin qabağına keçir ki, sən öz atanı eləyərsən, mən ata-anam demədən. Fədakar olurlar, fədakar. Valla maraqlı, bunlar yaşanmış şeylərdir. Elə qüvvət verdim sözünüzə. Bizə də insan xatırlandıqca heç zaman ölmür. Amma xatırlanan insanın fizionomiyası, varlığıdırsa, hafizədə qalan əməlidir, izidir, rəhmətə layiq yaşadığı həyatdır. Odur ki, bir daha mən sizin ocağınızda biraz ürəklə danışdım, biraz da atamın ruhu gəldi, biraz müəllim yoldaşı. Yeri cənnət olsun. Qohumumun tərəfindən, Nurcahan da ürəyi vurduydu, istəyirdi gələn. O Məmməd müəllimin tərəfindən, Məmməd müəllim də maşallah sizə yaxın olub. Elə onu, o da, bu da, hamısı da dünyası dəyişənlər bugün qalmır. Ruhlar başınıza yığılıb. Biz ruh dünyasına heç şübhəmiz yoxdur. Çünki həqiqətən nədən biz vücudumuz yenə gəldim torpağa, torpaqdan küfləndik, yarandıq, ruhumuz sahibinə gedir üfləyənə, vücudumuz yenə də torpağa gedir. Bu torpaq nə qədər gözəlliyidir. Bu dağın döşündə rəhmətli Əmirəm Sayağı bu təbiəti də siz gözəlləşdirsiniz. Neler yaratmıştır. Belə baxıram mərhələ, peysaj. Belə siz burada bir panorama qurmuşsunuz. Bayaqlar sağ olsun Çingiz. Elə yaxşı belə deyim da, qız nədir, oğlan nədir, elə zürriyyətin həqiqətən də yaxşısı xeyirlidir. Xeyirli zürriyyət olsun evlad. Aslan tinətliyəm olsam da qadım, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsəm biraz, aslanın erkəyi dişisi olmaz. Ona görə qız evladlarını da xüsusi tələvüm edirəm. Olanlarını da qulağı cincirəm. Təşəkkür ederim. O qızının yanında sizi də şöhrətləndirəm. Oğul, bax, Pənahdır, Cingizdir, var olsunlar. Onlar hiss elətdirmir, qulaqları cingirlərsin, daşqını da, Rəfailin da. Onlar hiss elətdirmir ki, burada sənin başın yönaqlı, sanki onlar da buradadır. Onsuz da internet məkanı yaxınlaşdırılır. Real vaxt rejimində hamı bir-birini görür. 2 saniyədən sonra burada hətta canlı da çıxır. Ucu görür, sizin danışığınızda qulaq asır. Maşallah, onu da biz yaratdıq. Təvazükarlıq öz yerində. Dünya bugün ovcunun içindədir. Hər kəs əslində kamera altındadır. Bunun metaforik dilində biz elə həqiqətən yaradanın kamera altındayıq. Elə yaşamaq lazımdır doğrudan da göstərişli deyil, çəkiləndə kamera altında deyil. Hər an Allahı unutmadan ki, elə Allahın kamera səbəbidir da. Biz onun altındayıq və elə də yoğruluq, duruluq, saf çeşmə tək çağlaya gəlib ağıl yaşında o həddə alaq, o gözəlliyə qovuşaq. Yenə sözümü bitirirəm. Məmməd Arazla deyir, həyat bir ibrətdir, həyat bir dərsdir. İtirən uduzur, götürən udur. Geriyə qalan quruca bir səsdir. Gerisi qəfəsdir, sonrası yoxdur. Var olun, sağ olun. Çox sağ ol, Əflatun müəllim, çox sağ ol. Çoxdur sizin hamısının əlində qələm tutmağı, möhkəm addım atmağı siz öyrətmişsiniz. Göz yaşını silmək. Bəli. Var olasınız.
Bir daha teşekkür ederim sizin her birinizə ki, bir daha beni eşitdiniz. Bu böyük Bu büyük bir fəxirdir, qürur duyuram mən sizinlə. Sürfələrin birində yenə belə demək istəyərdim. Bugün mən elə bil sanki böyük yaradıcı şairlər, yazıcılar məclisi, şeir məclisi idi. Bilmirəm bu idi, poeziya idi, nə idi? Amma bugün mənim üçün çox belə Xoş. o tarixin izlərini buraxdı. Siz xoşbəxt insansınız ki, bu qədər dahiyənə sözlər, mən inanmıram ki, kiminsə ünvanına deyilir. Bu sizin qismətinizdir, bu sizin şərəfinizdir, bu sizin adınızdır, bu sizin ünvanınızdır. Barı var. Bəli. Bir sözde ben diyeyim ki, Buyurun. buradan geçenler, buraya değmemiş geçsen ben senden ömürlü inciyerem. Allah eləməsin. Elə belə Var gəl, olasın. burada onca dəqiqə söhbət eləyək, şirin, vəssalam çıxıb səni yola salım. Bax, bu mənim üçün dünyanın hər şeyi. Çox sağ ol, öpürəm səni. Məndən də şirindir, əzizdir. Var ol. Bir daha size can sağlığı, uzun ömür, Kazım kralımla birlikte büyüktir, halandır. Hem gezmem sana, hem qohumum sana, Her taraflıyım, bəli, bəli. Sağ olun. Sağ ol müəllim, sağ ol. Sizə təşəkkür edirəm. O ki, Allah verdi kimi məni də Fındık qabığı alıb belə ortada. böyük çıxmasın. Böyük şərəf duyuram ki, bu ada da layiq oldum. Var olun. Amin. Benim değil, sebebimle iki de korkuyorum. Ay sağ olun. Gözəl sözdür. Onu mən də artıq ünvanınızı sizin o yeni dəfələrlə deyilir ki, elə iz qoyub gedirsiniz ki, bu izlərdən biri sənin gözəl balalarındır. Siz ən gözəl, ən xoşbəxt atasınız, ən birinci. Gözəl müəllimsiniz, Sağ ol, var olasınız. Mən Daşqının sağlığını burada qeyd eləmək istəyirəm. Onların ürəyi bu dəqiqə sizinlədir. Mən dostum Rafael'in, bəli, bu dəqiqə indi yəqin ki, onlar, buradayım, her şey bəli, var. Rafael'in sağlığına mən xüsusilə burada Çox sağ olun. qızların, mənim bacım Şüfə xanım, böyük gözünüzün ilki olan böyük bacımızın Şüfə xanımın sağlığı, digərlərini də daha sadalaya bilmirəm. Vaxtdan istifadə edərək sizə can sağlığı, Nərmən müəllimi sevənlərin hər birinə uzun ömür, can sağlığı arzu edirəm. Yaşasın Nərman müəllim. Çok sağ ol. Çox sağ ol müəllim, çox sağ ol. Allah sizi var eləsin. Səni var eləsin. Sağ olasınız müəllim. Yaşa. İçenler sana, içenler Nərman müəllim. Elə sizdə elə bir ətir var. Elə bir bugün yazın öz bu təzəliyi var. Yeni bir nəfəs var. 90'dan sonra adətən olmasın bu olsun əsərini Üzeyir Hacıbəyov yazanda o biraz məktubada əsər olmuş, onun bir tarixi keçmişi var. Əsər adətən yaşanmışların əks olunmuş həyat gerçəklikləri ilə demək ərsəyə çıxır. O düz 50 yaşında məktubada nəsə deyəndə, düz 55'e gələndə özünü qınıyır ki, yazıq məktubatı mən belə şey etmişəm, 50 yaş bir yaş deyilmiş ki. İndi biz gəldik Çarxanlıca, Nərman müəllim, Məcid mənim gözəl dedi. Heç kəs könüllü istəməz ki, dünyanın bu gözəlliyindən, təbiətin bu incəliyindən, kır çiçəklərdən, yemliyindən, quzqularından göz görə bu təbiətin füsunkar, heyran edici mənzərəsindən heç kimsə könüllər çəkmək istəməz. Mən sizə səmimi deyim, nəsiyyətlə vəsiyyətdə bir incə məqam var. Vəsiyyət son anda sağlığının verdiyi son sözdür. Amma nəsiyyət hələ imkan varkən arxası gələn öyüd və hikmətamiz ifadələrdir. Əgər mənim bu son sözüm belə vəsiyyət kimi olsa belə, mən belə bir şey deyərdim. Bu həyatda iki şeydən doymazdım. Bir, güldən, çiçəkdən, bir də musiqidən. Musiqi ilə gül, çiçəkdən ayrılıb getməzdi. Ben hesap ederim bu dəqiqə baxsam tüklərim tikan-tikanlı. Yəni bu ikisindən insan ayrılan var.
Amma xəstə olanda gözün qabağına belə təbiəti canlandıramırsan ki, bu Nərgiz indi açdı, martın sonu dəqiqən qızı da o dağın yamacında Nərgizdə bir boy alıb, baş alıb gedir. Meşə dibində bənövşələr rəngarəng, ağ bənövşə, göy bənövşə, bunlara da belə varsa, çırpdıyıb hamısının çiçəyi çıxır. Belə də bunlardan necə göz doysun, necə vidalaşasan. Sonunda belə başa düşdüm ki, elə həyatın mənası nədən təbiət imiş, biz elə torpaq Aha, qoy bizi də yaratsın görək. Şakir müəllim, gözəl memar. Yaşa, Belə deyil, yaşa. Şakir. Ayca. Ama belə tuturam yenə də. İndi göstər görək necə çıxarır. Dəqiq yaxşı olarsınız. Anlatmaz. Sen düzgün mekanda oturmadın. Mecliste oturdu. Burada ne otursun? Hayır orada yer var. Üç türlü oturuyor. Yaşa. Gözəl. Neçəsi var gəlib Olmaz, gedən, olmaz. neçəsi var qulluq edən. Çək bu məclisin əsas səbəbkarı Nərman müəllimi sağ olun. Var ol, var Sağ ol. ol. Nərman müəllim var olasın. Gəlin bir bura orada, mən də senden. Geç dövüştü. Mən gəl burada Ay bir Allah. sizdən. Aha get dövüştü. Ay dadası, o taraf niye böyle Zəif iştirak edeyim. Mən bax burada sizə bax belə də duracam. Siz Allah sizi var eləsin, Allah sizə can sağlıq versin, Allah sənin ölkəliyini bax, ailənin üstündən əksik eləməsin. Amin, Sən amin. Belə gümrah görün. Var ol. Var olasın meclis müəllim. Var olasın. Sağ ol, sağ ol. Vuranlarla vurmayanlar kırarı sarmayı bakar. Niye? otur sen otur yaxşı Fark eləmir. Aynen. Sayət müəllim siz niye? Vurmusunuz? Sözüm Bu bu danışıqlarımı yazdım. yazdım. Qeydə alıram, qeydə alıram. Ben elə siz görürəm bir şoförlər var burada. Sağ olun Derman Bey'im, sağlığınız Sağ olsun. ol dadası. Allah çok sağ olun. Aynen, Senin var mı? Ne? Burak'ta. Aynen. Burada bu şoförlər var, onlar yəqin ki, hə, ne görün dadası, mən deyim, eşidim. Siz eşidirmi? Sözünüzü deyirsiniz, sözünüzü mən kəsəmərəm. Yani bugün gəlibsiz buraya, yenə deyirəm, xoş gəlibsiniz, safa gətiribsiniz. Məni yad eləməyə gəlibsiniz, ziyarət eləməyə gəlibsiniz. Allah sizə uzun ömür, can sağlığı, xoş gün, gözəl süfrələr, Sağ olun, sağ olun. uzun ömür, can sağlığı, ailənizlə, nəvənizlə, nəticənizlə, görmələrinizlə, yaxşı kişilərin yaxşısısınız. Bizim də elə güvəndiyimiz, bax burada oturanlar və bunların ən yaşda olan kişilərimizdir. Biz bir şeyi xahiş edirəm ki, bir-birimizə dayaq olaq, bir-birimizə arxa olaq, bir-birimizə paxıllıq eləməyin. Siz də, biz eləməmişik, bəlkə də eləmişik, səhvlik eləmişik. Amma siz eləməyin. Siz bir-birinizə arxa olun, dayaq olun, kömək olun, ucalın, şərəf qazanın, şöhrət qazanın. Elin ağsaqqalısınız bundan sonra, bizdən sonra. Bəli.